İsa müqəddəs kitabı oxuduqda biz görürük ki, ən xəsis olmayan bir qəhrəmandır. Biz deyirik, Məsih, biz sənin ardınca gəlirik. Ən xəsis olmayanın dalıyca gedirik və özümüz xəsis olaraq deyirik, sənin ardınca gəlirik. Belə bir şey mümkün. Pavel deyir 2-ci Korinflər 8-ci fəsil 9-cu ayədə özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı. O varlı idi, bizim uğrumuzda yoxsullaşdı. O bizə nümunə göstərdi, necə biz hərəkət etməliyik. Biz isə bu nümunənin əksini edirik, əgər biz xəstlik edirik. Allah nankor, soyuq, egoist olan insanları, yəni bizi xilas etmək üçün bədxərclik edir. Əgər mən çarmıxa çəkilmiş, çılpaq şəkildə çəkilmiş, hər şeydən imtina etmiş, hər şeyini fəda etmiş Rəbbə inanıramsa, mən necə xəsis ola bilərəm? Əgər Allah öz oğlunu əsirgəməyibsə, biz necə bir tikə çörəyi kimdənsə əsirgəyə bilərik?